Əmək haqqı ödənişi. Əmək haqqı ödənişi etmək üçün əvvəlcə əmək haqqı hesab kodu yaratmaq lazımdır. Hesab mühasibə bölümündən hesab planından 533-cü hesabları axtarırıq. Burada bütün əmək haqqı ödənişlərini görə bilərik. Əmək haqqı hesablarını da görürük burada. Misal üçün restoran şöbəsi Elnur Maylov. Burada borc olaraq 700 manat öhdəliyi bağlanılıb. Bir dənə işçi yaradaq və işçinin əmək haqqı ödənişini eləyək. Məsələn, işçidən də əvvəl bir dənə şöbə yaradaq. Plus basaq bura. Bir dənə hesab kodu yaradaq. Hesab kodlarındakı əvvəlki hesab kodlarına fikir verərək yaratmaq lazımdır. Burada 533.05-dir axırıncı şöbə. Bir dənə də yeni şöbə yaradırıq. 533.06 şöbəni yaradaq. Bu şöbənin adını da qoyaq. Qoyaq ki, depo şöbəsi. Şərtidir bunlar. Özümüzlə istəsək qoya bilərik əlbəttə. Depo şöbəsi. Buradan tipini personal olaraq seçirik. Personal seçdik və kaydetə basırıq. Artıq kaydedildi. Burada depo şöbəsini görürük, amma bunlar kimi qalın şrift olmadığını görürük. Ona görə də yenidən basıb uç hesab bölməsini qeyri-aktiv edirik və kaydedə basırıq. Artıq depo şöbəsi bizim baş hesablarımızdan biridir. Bir dənə də alt cari hesab yaradaq. Depo şöbəsinə bağlı olan bir personal əlavə edək. İstəgələ basırıq. Kod sissinə 533.06.001 yazırıq. Bunu da adını qoyuruq. Cavad Süleymanov. Qeyd etdim. Tipindən də burada personal olaraq seçə bilirəm və buradan kaydedə basıram. Bir də əsas məsələ qaldı. Uç hesabdır. Uç hesabı da aktiv olunur. Bir də alt cari hesabı da aktiv olunmalıdır. Sonra kaydedirik. Artıq Cavad Süleymanovun hesabı burada əlavə edilmiş oldu. Əgər əlavə məlumat daxil etmək istəyirəm Cavad Süleymanov adına, bunun üçün hesab kartına daxil olurum. Burada hesab ek bilgilər bölməsi var. Əslində hesab kodda olan hissələri burada yaza bilirik. Burada yazırıq ki, Cavad Süleymanov seçdik. Not olaraq burada qeyd edə bilərəm ki, sadəcə bu ay girib işə, sadəcə dekabrdan işləyir. Vadi oranı, işə başlama tarixini qeyd edirəm ki, ayın 8-dən işə daxil olub. Ora yox, aşağı daxil etməliydik, ora daxil oluruq. 08.12.2023 qeyd edirəm. İşdən çıxış tarixini bura qeyd edə bilərəm. Maaşını bura qeyd edirəm. Bunlar sadəcə məlumat üçün, yəni hesabımda heç bir təsiri yoxdur. Buradan kayd edirəm və artıq hesabın ek bilgiləri bu əlavə edilmiş oldu. Sadəcə hesaba daxil olub ek bilgilərə buradan baxa bilirik. Kayd etdik. Personal hesabımız artıq hazırdır. İndi borçlandıraq, öhdəlik yaradaq həmin o 5 bu hesabı üzrə. Bunun üçün fişlər bölməsinə daxil oluruq. Fişlər bölməsindən ekliyə basırıq. Yeni bir fiş, şubə, mərkəz seçirik. Açıqlama yazarıq ki, əmək haqqı, borc yazaq. Bəlgə tipi fuları istəsək yaza bilərik. Bəlgə tipi nömrəsini yaza bilərik. Buradan üstəgələ basırıq və 533-cü hesabımızı seçirik. Hesabımızın adı bu görürük ki, əgər burada çıxmıyırsa, buradan yeniliyə basırıq və tezdən axtarırıq. Adı neydi? Cavad Süleymanov. Çıxdı artıq. Açıqlama hissəsinə yazırıq ki, dekabr ayı borc yazaq. Nə qədər əmək haqqı ödəyəcək buna? Ödəyəcək misal üçün 700 manat bunun öhdəliyi yaratdıq. Bir də xərc hesabına bağlayırıq. 721-ci hesab əmək haqqı xərci. Buradan da 700. Əlbəttə ki, bunlar şərtidir. Yəni burada biz əmək haqqı üzrə verilən vergiləri də qeyd edə bilərik. 522.01
MDSS, işçilikdən sığorta, icbari tibbi sığorta öhdəlikləri də yaradıb. Bunun üzərindən düşə bilərik. İşçidən ödənilən vergiləri bu hesablar üzrə də qeyd edə bilərik. Yəni bunları mən şərti olaraq qeyd etmişəm. Müasirlər daha çox dediyimi anlayacaq ki, buradan ödənişləri və hesabat üzrə də vura bilərik. Necə 1S proqramı və ya başqa müasir proqramda olduğu kimi bunda da eyni şey etmək mümkündür. Biz hələ 700-dən kifayətlənək. Yazdıq bura və qayd edək. Fişimiz kayd oldu. Biz indi hesabat planından baxa bilərik. Bir də baxmam mizandan da baxa bilirik. Gedək mizandan baxaq bu səfər. Raporla edək. Bizdə indi hansı kodları qeyd eləyək? Deməli depo şöbəsi. Depo şöbəsində 700 manat bizə borc göstərir. Amma biz burada alt cari hesabı görmək istəyirik çünki Cavad alt cari hesabı idi. Burada alt cari gildə seçeneği avtomatik olaraq aktiv olunur. Buradan bunu qeyri-aktiv edirik ki, bütün alt cari hesabları görək. Əgər görmək istəmiriksə, onu avtomatik olaraq gizlədir. Deməli, Cavad Süleymanov burada görsənir. 700 manat öhdəlik yaradılıb və 0 manat borc göstərilib. İndi girək, bunun işləmlərinə baxmaq istəyiriksə, sətrə basırıq və burada işləmlər düyməsinə basırıq. Görürük ki, burada detaylı bilgi var. Burada dekabr ayı borc. Həmin o qeydimiz burada düşüb. 700 manat alacağa düşüb və 0 manat borc düşüb. Nəticədə bakiyə 700 manat bizə borc göstərir. İndi ödənişini girək. Ödənişə girmək istəyiriksə, burada fişlər bölməsinə daxil oluruq. Buradan üstəgələ basırıq və şubemizi seçirik. Açıqlamaya da ki, əmək haqqı ödənişi yazarıq. Dekabr 2023 və üstəgələ basırıq. 533-cü hesabımızı, həmin də Cavad hesabını seçirik. Düzgün seçmədik. Tezdən seçək. Cavad Süleymanov. Açıqlamaya ehtiyacı yoxdur burada. Amma sizə yaza bilərik. Yəni işçilər çox ola bilər. Aylar olanda burada açıqlama hissəsinə yaza bilərik ki, bu dekabr ödənişi, o birisində avans və yaxud fərqli şeylər yaza bilərik. Deməli 533-cü hesabı yazdıq. Bir də buraya yazırıq. Bank və yaxud mərkəzi kassa hesabını seçə bilərik. Bank hesabını seçək. Rabitə bankdan 700 manat özü avtomatik bura özü getirir. 700 bakiyə 0. Artıq hazırdır. Buradan kayd edirik. Ödənişimizi etdik. Bir burada borc, bir də var əmək haqqı ödənişi. X-lə gəlir burada düşür. İndi gedək hesab planına və yaxud mizandan həmin ödənişimizə baxaq. Hesab planına baxaq bu səfər. Hesab planı ümumilikdə bizə bütün hesabları göstərdiyi üçün bunu tapmaq bizim üçün çətin ola bilir. Yəni bütün hesabatları burada nizamlı olaraq göstərmir, amma mizanda biz onu nizamlı olaraq tam olaraq hamısına baxa bilirik. Cavad Süleymanova burada baxdıq. 700 manat borc ödənişi edilib. Borc ödənişi edildiyini buradan da görə bilirəm. İçinə işləmlərə daxil olaraq da görə bilirəm. İşləmlərə daxil olanda görürəm ki, burada 700 manat alacaq yaradılmışdı, öhdəlik yaradılmışdı. Sonra isə ödəniş olunub dekabr ayında 700 manat ödəniş olub. Hansı tarixdə 8-12-ci ay tarixində görürəm ki, 700 manat ödəniş olub. Artıq ödəniş olub. Buna mizanda da baxa bilərəm. Mizanda da eyni şeydir. Mizanda mı alt cari hesabları gizləyirdi. Bu da yadımızdadır. Yenidən gizləyib buradan 533-cü hesablar üzrə baxa bilirəm. Depo şöbəsi 700 göstərir. Alt carisinə baxmaq istəyirəmsə, basıb alt carisini görə bilirəm ki, 700 manatı da ödənilib. Əmək haqqı ödənişi bu qədərdir. Çox sadə. Buradan girib bütün əməliyyatlarımızı icra edə bilərik, bütün əməliyyat ödənişlərini.